Və bu kəlməni hər dəfə müxtəlif verilişlərdə istifadə edir. Əgər, baxın, sadəcə bu gün özünü müsəlman adlandıran insanlar İslamın mahiyyətindən uzaq insanlar da təəssüflər olsun. İslamın mahiyyətindən uzaq insan elə sənsən. Sən İslamın nə olduğunu anlamayan, İslamın qayəsinin, məqsədinin nə olduğunu anlamayan birisisən. Çünki sən İslam dininə qarşı döyüşən birisisən. Müsəlmanları, İslamı gözdən salmağa, ləkələməyə gələn birisisən. Sənin işin budur. Sənin missiyan İslama ləkə atmaq, müsəlmanlara ləkə atmaqdır. Və heç vaxt görməzsiniz ki, bu insan çıxıb digər kitab əhli olan xristiyanlara, yahudilərə qarşı danışsın. Heç vaxt. Allah Quranda bizdən oxumağı əmr edir. BMT-nin statistikasına görə dünyada oxumağı və yazmağı bacaranların azlığı müsəlman ölkələrin payına düşür. Qardaşlarım, BMT-nin belə bir statistikası yox. Gözünün içinə qədər yalan danışır. Vaxtda çıxsın gəlsin o BMT-nin statistikasını. Mən ümumi olaraq araşdırdım, maraqlandım ki, görüm belə bir statistika deyilən belə bir şey var. Qardaş, yoxdur belə bir statistika. Niyə görə mən arxayınam? Çünki bu şarlatan, həcci, Allah Taala'nın Qurani Kərimdə Kəbə evini BMT ilə müqayisə edən insandır. Yəni bunun üçün nə olursa elə BMT misal gətirir. Bilirəm ki, elə belə statistika yoxdur, yalandan çıxıb uydurur da. Qarşısındakı oturan xanım da hardan bilsin belə statistika var yoxsa? Gəlib araşdıran da.